الرحمن الرحيم والحمد لله رب العالمين والصلاة والسلام على حبيبه ونجيبه سيد رسله أبي القاسم محمد وعلى أهل بيته الطيبين الطاهرين سيما بقية الله في الأرضين أرواحنا وأرواح العالمين لتراب مقدمه الفداء. Allah Teala bir məqsədlə bəşəri və xilqət aləmin, yəni bütün məxluqatı bir məqsədlə yaraldıb ki, onların ən yuxarısı, yuxarı səviyyədə olan mövcudi ki, Allah Teala iradə eləyib, onu yaraldıb. Bu insandır ki, yer üzündə yaşır. Təkvini aləmin iradəsi ilə, Allahın iradəsi ilə atadan, anadan vücuda gəlir. Bir ömrü soğur, uşaqlıq aləmi soğur, cavanlıq, qocalıq. Ondan sonra da ölür, bu zahiri aləmdən çıxır gedir. Allah Teala bir məqsədlə bunu yaraldıb. Allah Teala'nın işi hikmət əsası iləndir. O ki, ayat-ı şərifədə Allah Teala buyurur və açıq aşkar bir ayədə buyurur bu bəndəni, bəndələrimi, yəni Allahın bəndələri, aləm bütün Allahın bəndəsidir. Məxluqat bütün Allahın bəndəsidir. Onlar Allah Teala'ya təkvin əsası ilə istər-istəməz, iradəsiz ibadət edirlər. Ki, Quran ayələrində neçə yerlərdə var ki, vəlillahi yəscudu ma fis-semavati vəl-ərz. Yer üzündə, göylərdə, hər nə mələ var, hamısı Allaha ibadət halındadır, səcdə halındadır. Aləm bütün Allahın bəndəliyini edir. Amma bu bəşəri ki, yaraldıb Allah, buna iradə verib, özü eləyə bilər, xeyr yollara davam versin, Allaha bəndə olsun, ya Allaha asi olsun, üsyan eləsin, toğyan eləsin, pis işlərə tərəf addımasın. Allah Teala buyurur, bunu yaratmışam. Elə bundan əlavə hələ bəşər yerində, cinni tayfələrində, ma xaləqtul cinnə vəl ins, ikisində bu böyük tayfanı ki, tedadı biz insanları saya bilirik, amma da əcinləri sayanmarıq ki, cinləri biz sayanmarıq ki, bilmirik ki, ucu bucağı nə qədərdir, aləmin harasını tutublar. Quran ayəsində cinni surəsinə baxsaz, Quran nazil olanda cinnilər göylərdə xəbərdar oldular, agah oldular ki, elə bir vicdatlar nazil olur yer üzünə. Dedilər ki, bilmirik ki, Allah Teala bunlara xeyr iradə eləyib, nə mənə iradə eləyib. Biz gedərdik göylərdə, oturardıq, güdərdik. İndi hər kəs ki, göylərə gedir, əcinlə deyirlər, ha? Hər kəs göylərə təfk edir, onu bir vırırlar, oxunan vırırlar. Aləmi nə qədər tutubla bilmirik, əcinlə də vardır, indi gözə gəlmir, bizim gözümüzə gəlmirlər. Buyurur Allah Teala, bunları yaratmışam, bu mövcudatı ki, onların rəqsində insandır və cinnilər, bunları yaratmışam, mənə ibadət eləsinlər. Bəs biz bəndəlikdən ötür gəlmişik bu yer üzünə. Yaranmışıq ondan ötür. Yolumuzu tapaq. Yolumuzu əsasdan tapaq. Həm insanın şəxsi yaşayışında, insan özü ilə Allah arasında bir yaşayışı var. İşlər görür, insandan bəzi əməllər baş verir. Cəvanihdən, cəvarihdən, əzasından, gözündən, qulağından, dilindən, bütün hərəkatından bir əməllər baş verir. Bunlar ki, Allahın buyurduğu yoldur. Yəni Allah ibadət yolunda, Allaha bəndəlik yolundadır. Amma o məsələ ki, indi istəyirəm ona işarə eləyəm, dünən də bir az ona işarə elədim. İnsanın Allah buyuran yolda və ilahi məktəbdə, ilahi dində insanın ictimai vəzifələridir. Biz ona təbir eləyəndə, biz əhl-i beytçilər o vəzifədən ki, Allah boynumuza qoyub, ondan istəsək danışaq, bir kəlmədə deyirik vilayət. Bir kəlmədə deyirik vilayət ki, bu vilayət özü bir dərin mənası var. Yəni, hamısı yığışıb onun əsasında. Vilayətin mənası budur ki, Allah Teala bəşəri ki yaraldıb, bu bəşər özündə düzdür qabiliyyət qoyub həqiqəti tapsın. Amma çün nəfs buna müsəllətdir. Hər insan nəfsinə giriftardır. Əgər buna yardım olunmasa,
əlindən tutulmasa, eşikdən bir hidayət eləyənlər gəlib buna yol göstərməsələr, çox ehtimal var nəfs buna qalib ola. Məğlub ola bu nəfsinə. Nəfsi də ki, məğlub oldu, heçə çıxdı da. O məqsədə çatacaktı, çatanmadı. Biri 10 yaşında, 20 yaşında, 30 yaşında. Biləxərə də o yoldan qaldı, yolun davam verənmədi. Allah Teala iradə eləyib ənbiyanın vasitəsilə əlavə bər bu iki din gətirib, şəriət gətirib, əhkam gətirib, bir dənə də üstünlük verib o salih bəndələrinə, yəni Allahın bir sıra pak, salih, üstün mərtəbədə olan bəndələri var, onlara bir ixtiyarlar veribdi. Buna deyirlər vilayət. Yəni onları bizdən üstün seçibdi. Onları bizə öz dilimiz danışsaq, hakim eləyibdi. Gələk biz onların sözünə baxaq. Bu hardan çıxır? Bu insanların elə geçmiş nəsillərdən, geçmiş ənbiyadan, ənbiyanın qissəsi hamısından bu var. Amma İslam dinində Qur'andan müxtəlif ayələrdən ki, onların biri budur ki, Allah Teala əmr edir, həm Allahın sözünə baxaq, demir fəqət Allahın sözünə. Bir neçə tayfa, neçə insanları bir-birinin arxasından deyir. Buyurur, ətiullah və ətiur rəsul, siz Allahın sözünə baxın, Allahın peyğəmbərinin də sözünə baxın, ondan əlavə Allahın peyğəmbərin yad eləyəndən sonra bir ayrı tayfalarda zikr edir. Buyurur, və olil əmri minkum. Allah deyir, mənim sözümə baxın, itaət eləyin, Allahı bildik. Rəsulu da bildik, Rəsul da ki, peyğəmbərdir ki, Allah tərəfindən məbus olub risalətə. Bunların sözdə gələk baxaq, bunların sözdə baxdıq. İndi bir insanlar vardılar ki, Qur'anda onları bu cür bizə tanıtdırır. Və olil əmri minkum. Onlar ki, iş onlara tapşırılıb. Türkçüsünü sizə saxlayaq öz dilimiz, olil əmri minkum. Əmr yəni iş. İş onlara tapşırılıbdır, iş zabıdılar. Olanca sözünə baxasın. İndi bunlar kimdilər? Burada biraz diqqət eləsək, bizim haqlığımız, məntiqimizin haqlığına elə bu ayə kifayət elər. Əhl-i Beytin o birisi vilayəti, Qədir hədisi, o birisilər, onlar hamısı yerində. Amma onların heç təvəccüh eləmədən elə bu bir dənə ayə olsa buna kifayət elər ki, Allah bizim içimizdə bəzi insanlar yaraldıb, necə Allahdan gərək itaət eləyək sözünə baxaq, necə Peyğəmbərdən gərək itaət eləyək sözünə baxaq, o insanların da sözünə baxaq. Ayə deyir, onlardan itaət eləyək. Bunlar kimdilər? 100% o insanlar gərək olalar ki, Allahla Peyğəmbərin tayıdırlar. Yəni Allah buyuranın əməl eləyiblər, Peyğəmbərin yolunu davam veriblər. Ulul əmr onlardan başqa olanmaz. Bəzilər bizimlə əqidədə tutmayan qardaşlar müsəlmanlardan, onlar birdən gətirirlər, ulul əmri deyirlər, hər kəs ki şah oldu, hər kəs ki padişah oldu, hər kəs ki iş sahib, onlardan ayə deyir. Biz onlara deyərik ki, bu qədər padişahlar, zülmkar padişahlar, elə bütün İslam gələndən indiyə qədər, məsələn, baxın Bəni Ümeyyə, Bəni Əbbas, bu şahlar da hakimlər ki, hakim olublar. Axı bunlar çox-çox yerlərdə İslamın əleyhinə danışıblar, ziddinə danışıblar. Elə həman hakimdir ki, İmam Hüseynin şəhadəti yetirib da, o iş başında olan Yaziddir da. Necə biz deyək, həm ayə deyir Allahdan itaət elə, Peyğəmbərdən də itaət elə, Yeziddən də itaət elə. Axı bunlar ziddi Allahıdırlar, bunlar ziddi Peyğəmbərdir. Bəs onlar deyirlər. İndi də bunlar istildal eləyəndə, üstü açıq istəmirəm danışaq, o qardaşlar ki, müsəlmanlar da bizlə əqidədə tutmurlar. Məsələn, filan hakim, Suudi hakimindən gəl itaət eləyək. Görürsən, xütbələrdə oxuyanda, cümmə namazının xütbələrində oxuyanda, ayəni oxurlar, deyirlər, indi bu ayənin əsası ilə gərək, məsələn, filan Suudunun hakimindən biz itaət eləyək. Baba, o deyil, o olsa ayədə ziddilik var. Yəni biz gərək Allahla Peyğəmbərdən itaət eləyəndən sonra o insanlardan itaət eləyək. Onlar düppədüz 100% Allahla Peyğəmbər yolundadırlar. Olacaq tapaq axı. Bu hakimdir, şah bunlar deyirlər. Gərək bir seri insanlar ola bundan bu çıxır ki, Peyğəmbər Əkrəmdən əlavə, Peyğəmbərdən sonra bəzi insanlar gərək olalar. Onların sözləri eyd elə bir düppədüz Peyğəmbərin sözüdür.
Onun sözünə baxsan, elə Peyğəmbərin sözünə baxmısan. Bu bizim əqidəmizin köküdür. Bundan vilayət çıxıb eşiyə. Niyə? Çünki Allah deyib, sözə baxın yəni mənə. Yəni bir yerdə mənə bir əmr elədi, hökm elədi, mən görəm ondan xoşum gəlmir, gəl baş əyəm. Deyənmərəm, yox. Mən sözə bax, burada öz dediyim əməl edirəm. Onda ayəyə əməl eləməmişəm. Ayə deyir, Allahdan itaət eləyin, Peyğəmbərdən itaət eləyin, ulil əmridən itaət eləyin. Yəni bu ulil əmri ki, gərək pak olala, salih olala, məsum olala Peyğəmbərin tayı, bizə nə mənə hökm elədilər, gəl baş ayaq, deyək baş üstə. Bu oldu olan vilayət. Yəni bu olmasa sən şəriət naqisdir. Yəni Peyğəmbər nə qədər bizim içimizdə yaşayıb. Həyatı elə 63 ilin 40 ili ki, Be'sətdən qabağıdır. 23 il Be'sətdən sonra onun da 13 ili Məkkədə əsən sözünə baxmırdılar. Peyğəmbəri daşa bağlırdılar, sözə baxmırdılar. 10 il Mədinədə Peyğəmbər Əkrəm orada gəlib, büyürüb, möminlər yığışıbla dövrəsinə, olub Peyğəmbər hakim 10 il. Ondan sonra və Peyğəmbər dünyadan dəyişəndən sonra olmaz ki, Allah elə bu müsəlmanlara ötürüb başına. Hər kəs sizə hakim olsa elə sözünə baxın. Bu olmaz. Heç insan ağlı ilə tutmaz. Bəs bundan bu çıxır ki, həm Allahın öz sözünə, həm Peyğəmbər Əkrəm sallallahu əleyhi, həm əhl-i beyt ki, Peyğəmbərin buyurduğu əsasında, ayat əsasında onlar paçdılar. Allah onları pahlığa çıxadı. Bunun da dəlilin elə hamımız şiə balasız əzbərsiz da. Ayə-i şərifə buyurur ki, İnnəmā yuridullah liyuzhibə ənkumur ricsə əhləl beyt və yutahhirəkum təthira ayədir da. Mənası budur ki, Allah iradə eləyib bu evin əhlindən, Peyğəmbər Əkrəm gedirdi, dayanırdı Həzrət Zəhranın evinin qabağının qapısında, o inşallah Məkkiyə, Mədiniyə qismət olacaq edəsiniz. İndi onlar hamısı düşüblər Peyğəmbərin zərihinin içinə. Balaca bir yerdi, hücrələr vardı, Peyğəmbər hücrələri vardı. Bir hücrədə Zəhra ilə Əli əleyhissalam hücrəsi idi. Hücrə yəni balaca otaqlar da. Ən boyu şayad 2 metr, 3 metr, 5-6 kvadrat otaqdılar, bunlar da yaşayardılar. Peyğəmbər Əkrəm sallallahu əleyhi 40 gecə, sübh vaxtı gedirdi, dayanırdı bu qapının qabağında, üzün çördü o evin əhlinə, otağın əhlinə, bu ayəni qəraət edirdi. Nəma yuridullah liyuzhibankum ricsə əhləl beyt. Allah iradə eləyib bu qapının arxasında olan ailədən pislikləri uzaq eləsin. Orada da Əli idi, Zəhra idi, balaları idi. Çox dəlillər ha, onlara istəmirəm. Bəs bundan xülasə bu çıxır ki, biz vilayətin kökü Qur'andandır. Qur'an buyurub Allahla Peyğəmbərdən əlavə və pak insanlar sizə üstündürlər. İndi bunlar 11-i gəlib gedib, 12-cisi qeybət pərdəsinin arxasındadır. 12-cisi bizim əqidəmizdə diridir, amma qeybət aləmində, uzun qeybət aləmində o yaşır ta Allahın əmri gələ, zuhur əmri gələ. İndi bir dənə başqa bir sual gəlir burada ki, indiki yaşadığımız dövrələrə bu qayıdır. O da budur ki, 11 dana Peyğəmbərin əhl-i beytindən gələn imam yaşadılar bu millətin içində, ümmətin içində. Üstə əgər hesablasaq, Peyğəmbərin özünün də o yaşadığı zamandan hesablasaq, 250 il, 260 il bunlar bizim içimizdə olublar. Peyğəmbər Əkrəmin özünün hicrətdən sonra Mədinədə yaşayışı, Əli əleyhissalamın imaməti, İmam Həsən, İmam Hüseyn, İmam Zellabi, İmam Səccad ta gəlib İmam Həsən Əsgəri, 12-cisi də ki Məhdi Mevud əleyhə və ələ abaihi salatu və səlam, o da qeybət pərdəsində. Salavatçı çöyürüm. İndi sualımız budur ki, bu vilayət yaxçı qəbul elədik, əhl-i beyti Allah yanında bu vilayət məqamı sahibidirlər. İndi imam qayib olanda neyniyəcək? İmam Allahın əmri ilə qayib olubdur. Əlbəttə, müşkülü bizdəndir. Xacə Nəsir buyurur ki, vücuduhu lütfun, imamın vücudu lütfüdür, Allahın məhəbbətidir. Qeybətuhu minna. Bu ki, qayib olubdur, biz bacarmamışıq saxlayaq. Bizdə qabiliyyət olsaydı, qayib olmazdı imam. Bəşərdə qabiliyyət olmayıb, hələ bundan göz örtürük. Hər halda indi imam qayibdir.
qayib olan dövranda ki, əlimiz çatmır insanların, müsəlmanların, əhl-i beyti sevənlərin, vilayətə tabi olanların əli çatmır o 12-ci məsum imama, nə eləməlidirlər? Burada da cəhbi şəhərin hökmü ola axı. Olmaz ki, deyək elə 250 ilk imamlar yaşayıblar, o dövranı buyurub ayə. Ondan sonra imama əlimiz çatmır da bu ayə əməldə olmaz. Olmaz. Bəlkə bu qeybət dövranı ki, indi imam zamanın qayib olan zamanından 1200 ilə yaxın soğuşur. Qeybəti soğra, kubra hesablasaq, 69 il qeybəti soğra idi ki, imam zaman salamü aleyhi 69 ildə özü gözə dəymirdi. Amma 4 dənə vasitəsi var idi. Bir-birinin ardıcan imam təyin elirdi ki, bundan sonra odur, ondan sonra odur, ondan sonra odur. Bu 4 dənə vasitə Şiə ilə Əhl-i Beyt istəyənlər imamın vasitəsi idilər. İnsanlar özləri eləyənmirdilər imamı görsünlər, imamdan sual versinlər, xidmətinə yetişsinlər. Yetişirdilər o vasitələrin xidmətinə, deyirlər bu sualımı apar imamdan cavabını. O da gördü, imamdan cavabını gətirirdi. 69 il belə olub, ondan sonra 329 qəməri. O 69 il soğuşandan sonra İmam Zaman Salamullahi Aleyhin dördüncü naibi ki, o naibi xasıdanıdır, İmam Zamandan bir yazı gəldi. O da buyurdu ki, İmam Zaman buyurdu ki, sənin fotun ömrün başa çatıb, dünyadan gedəcəksən, ləqəd vəqəətil qeybətu tamə. Böyük qeybət başlandı. O vaxtdan indiyə 1200 ilə yaxın soğuşur. Bəlkə bu 1200 ildir biz yaşayırıq bu dövrdə 1200 il. Bəlkə bu 1200 100 min il olacaq. Bilmirik ki. Bəlkə milyonlar il olacaq. Bilmirik ki. Bəs bu şəriətin bu milyonlar ildə qeybət zamanında bir hökmü gərək ola. Kimdən itaat eləyək? Bunun məbnası indi həman bu vilayətdir. Vilayəti fəqih ki, bu qədər ürəyimizdə ona ürəyimiz çırpınır. Rəhbərə aşığıq, dözənmirik onun olmamaqlığına, onun şəhadətində hamımız əzə saxlarıq və onun sözünə baxırıq, özümüzü ona hazırıq fəda eləyək. Kökü buradandır. Yoxsa şəxsi məsələ deyil ki. İmam Hüseyin necə o zaman dünən oxudum, əvvəldə buyurdu ki, bizim işimiz dünyadan ötürü deyil ki, dünya hakimiyyətini əlimizdə keçirdək, biz olaq hakim. Bu deyil. Bəlkə Allah istəyib bəzi salih insanlar, onlar insanları hidayət eləməklıqda olan sözünə baxılsın. Bunlar kimdilər? İndi bu qeybət dövranında. Bir dənə rivayət var. Peyğəmbər Əkrəm sallallahu aleyhi və səlavat söyürək. Peyğəmbər Əkrəm sallallahu aleyhi biz cümlə buyurdu Allahümmə rəhəm xulafai. Hətta bəzi nəqlərdə var, təkrarla buyurdu. 2-3 dəfə təkrar elədi. Mənası budur ki, Peyğəmbər Əkrəm buyurdu ki, Allah mənim yerimdə oturan xəlifələrimə sən rəhm elə, rəhmət elə, yəni onları bağışla. Soruşdular ki, orada olanlar sual oldu ki, Peyğəmbər Əkrəm kimi buyurur məndən sonrakılara? Soruşdular, ya Rasulallah, kimdirlər sənin bu xulafan? Həzrət buyurdu, Əl-ləzīnə yətûnə min bə'di yərvûnə hədisi və sünnəti. Onlar üçün məndən sonra gələcəklər, mənim rivayətlərimi, mənim şəriətimi, mənim əhadisimi, mənim sünənimi insanlara yetirəcəklər. Bu kim olar? Sizin nəzərinizdə indiki dövrdə kim olar? Fəqih olar da, müctəhid olar da, fuqaha olardan kimdir ki, onlardan qeyr-cihazında Peyğəmbərin sözünü bilsinlər, bizə yetirsinlər. Bu oldu həman. Həman oldu fuqaha. Yəni fuqahanın bu mərtəbəsi ki, Peyğəmbərin dilində Peyğəmbər buyurur, mənim canişinlərim, yerimdə oturanlar, xəlifələrim. Bu Peyğəmbər zamanından buyurubdur. Ondan sonra imamlar da 12 imam ta 12-ci imamacan. Yine bir iki dənə rivayət deyim. İmam Həsən Əskəri dövrü ki, 11-ci imamdır. Yəni az qalırdı ki da imamların qeybət dövranı başlansın. İmam Həsən Əskəri salamullahi aleyh buyurur ki, qeybətdən danışır. Yəni hazırlırdilər, ümmət hazırlırdilər ki, baba biz qeybətə tərəf gedirik. Hətta o son imamlar ki,
10-cu imam, 11-ci imam, o son əsrdə, yəni imamların silsiləsinin son imamlar, bunlar əslən əlaqələri şiələrlə zülm əsası ilə ki, kəsmişdilər. Aparmışdılar, əskər içində saxlardılar. İmam Həsən əskəri ki deyirik, İmam Əli Nəqi deyirik, deyərlər əskəriyeyn, Samirrada ki, gedər ziyarət eləyəsiz, aparmışdılar, həbs içində saxlayırdılar. Əskərin içində saxlayırdılar ki, heç kəs bunları görənməsin, heç kəs bunlara yaxın gələnməsin. Yəni, yavaş-yavaş getdikcə bu imamət silsiləsi axirət yaxınlaşdıqca insanların əlaqəsi imamdan kəsilirdi, azalırdı. Eləyəmirdilər rahat getsin imam görsünlər. Hətta bəzi vaxtlar İmam Həsən Əskəri, İmam Hadini görəndə yol üstə şiələr dayanardılar. Keçə-keçə məsələn bir sual soruşsun. İmkanları yox idi. İmam Həsən Əskəri buyurdu ki, qeybət aləminə işarə elədi. Buyurdu ki, o qeybət dövranında ki, İmam-ı Məsuma siz əl satmaz və əmmə minəl fuqəhə mən kanə sainən li nəfsihi mutiən li əmri mevlah, müxalifən li həvah. Neçə dənə İmam Həsən Əskəri şəhət salır. Deyir, baxacaqsınız fəqihlərə, müctehidlərə, hər kəsdə bu sifətləri tapsanız, fəlil əvamə ən yuqallidu. İnsanlar onun sözünə baxsınlar. Ondan təqlidin mənası budur da. Buyurur, fəqihlərdən o şəxsi axtarın, müctehidlərdən, o şəxsi ki, sainən li nəfsihi, özün qorusun, özünə hakim olsun. Nəfs ona hakim olmasın. O nəfsinə hakim olsun. Mutiən li əmri mevlah, Mevla ki, İmam-ı Zaman və Əimmədullahın sözünün qabağında baş əysin. Yəni, elə bir onlar hara yeriyirlər, gedirlər, onlar yol davam verirlər, bu da ayağın qoyur onların yerinə. Deyərlər ki, İslam maarifində deyərlər ki, bəzi insanlar məsum deyirlər. Bəzi insanlar, böyük insanlardılar, məsum deyirlər. Amma ərəbidə deyirlər, tali, telvi məsum. Yəni, elə bir məsum hərəkət eləsə, bu düz onun arxasından gedəcək. Nə sağa gedəcək, nə sola gedəcək. Düz onun arxasından gedər. Hədis İmam Həsən Əskəri buyurur, qeybət dövranında belə bir fəqihləri tapın, o ki, Mevlasına itaət eləyə, nəfsin hifz eləyə, müxalifən li həva, həva və həvəs adamı olmaya, bu şərtləri buyurəndə, buyurur insanlar onun sözünə baxsın. Yəni, İmam Məsum olsaydı necə sözə baxacaqdıq, burada da olan sözdə baxaq. Bir dənə də son rivayət ərz eləyim, bu bəhsi burada qutarım, o da buyurdu ki, İmam Zaman salamullahi aleyhin ərz elədim xidmətçisə, 4 dənə naib-i xası var idi. Bu nuvab-ı xas əlaqəni hifz edirdilər. Axirlərə yaxınlaşanda bir nəfər səhabələrdən gəldi İmam-ı Zaman salamullahi aleyh 4-cü naibinə bir məktub yazdı. Suallar var idi. Sualların yazdı. Verdi İmam o 4 dənə naibi xassın 4-cüsünə. Dedi, bunu apar İmam Zaman salamullahi aleyhə. İmam Zamandan cavabını al gətir. Bu da apardı İmam Zaman salamullahi aleyhə. Bir zaman keçəndən sonra cavab getdi. Buna bilirsiniz nə deyərlər? Bu iki İmam Zamanın yazıları. Hətta rivayətdə buyurur ki, xətti ilə cavab gəldi. İmam Zaman salamullahi aleyhin xətti ilə cavab gəldi, öz yazısı ilə. Buna deyərlər təvqi. Təvqi-i mübarək eşitsəz bir hədis var. Hədis budur ki, imam danışıbdır, məsum imam danışıb, ravilər oturublar, eşidiblər, yazıblar. Buna deyirlər hədis. Bəzilər var, bunlar o İmam Zaman əllər çatmayıb, yazı yazıblar, cavab gəlib İmam-ı Məsumdan. Buna deyirlər təvqi. Vərədət təvqi rivayət buyurur. Bu ravi, bu səhabə ki, İmam Zamanın qeybət soğra zamanında səhabəsi idi. Məktubu yazdı, verdi naibi, apardı, gətdi. Vərədət təvqi be xətti şərif. Cavab gəldi İmam Zamanın öz xətti ilə. İndi sualı nə mənə idi, cavabı nə mənə idi. Sualları neçə dənə müxtəlif suallar yazmışdı, onlardan soruşmuşdu. Amma axir cavab ki, İmam Zaman cavab yazmışdı. Ondan bunun sualı da bölünür. İmam Zaman yazmışdı onun cavabında. Əmməl həvadisul vaqə fərciu fiyha ilə ruvat əhadisinə. Məndən sonra, mən qayib olandan sonra hadisələr ki, ittifaq düşəcək, onlarda gedin, bizim əhadisimizi sizə rivayət eləyənlərin qapısını çalın. Ruvat əhadisinə, ravilərin qapısını çalın.
Əlbəttə ravi, siz ravinin mənasını bilirsiniz, elə bu mənbərdə də daim deyirlər ki, ravi belə nəql elədi. Ravi o şəxsidir ki, imamın sözünü eşidib gəlib bizə yetirib, ondan əlavə bəzi ravilər vardılar, rivayət eləyəndən sonra özlərinin ictihad qüvvələri var idi. Yəni o haqq sözü imamların sözündən tapardılar, suallara cavab tapardılar. İmam bunları buyurur. Çünki adi ravi olsa, adi ravi ki fəqət eşidib, yazıb, gətirib bizə deyibdir, bu qədər hadisələr ittifaq düşəcək. Qeybət aləmində taza yeni məsələlər gələcək. Bu gəh müctehid ola, bu gəh təşxis verə. İmam Zaman sallallahu aleyhi buyurdu ki, əmməl həvadisul vaqiə, amma mən qeybət zamanında yaşayan zaman hadisələr sizə üz versə, fərcəu fîhâ ilə rəvat əhadisinə. Gedin əhadisimizi sizdən deyənlərin qapısına. Bu da həman müctehid olar. Fuqaha olar. Bəs bunlardan bu çıxır ki, biz ki vilayət fəqih, fəqihin arxasından getmək, hökumətdə bir dəfə fəqih olsun, rəhbər olsun, söz buyursun, ondan itaət eləyək. Bunun kökü bizim Qur'anımızdandır, əimmənin buyurduqlarındandır. Yəni əgər bu olmasa, qeybət dövranında biz yaşadığımız puşdur. İçi boşdur, çünki böyüyümüz yoxdur, sahabımız yoxdur. Düzdür, İmam Zamandan müracaat edirik. Dua iftidahda var. Allahümme inna nəşku iləykə fəqdə nəbiyyina və qeybətə vəliyyina. Dua iftidah Ramazan gecələrində oxuyarlar. Onlardan qafil olmayın. Onlar elə adi vaxtlarda da oxuya bilərsə, Ramazan gecəsində varid olub dua iftidah çox mənalı bir duadır. Orada ərz edirik Allahümme inna nəşku iləykə fəqdə nəbiyyina. İlahi, bizim sənə bir şikayətimiz var. O da budur ki, Peyğəmbərimizi görməmişik. Və qeybətə vəliyyina. Vəlimiz də içimizdə qayibdir. Ona da əlimiz satmır. Və qillətə ədədina. Sayımız azdır və kəsrətə ədovvina. Düşmənimiz çoxdur. Həqiqətdə belədir də. Yəni siz baxasınız olar ki, bu yol, dediyim yolda, bu yol ki mən indi ərz edirəm, bu yolda addım atanlar nə qədərdir? Olar ki, dayanalar, ha? Dünən ərz elədim. Ayə-i şərifə buyurur, o vəlləzinə səbəru, olar ki, dayanalar. Sakit vaxtda, adi yaşayışda çox adam mümkün iddiası olar, məndə varam. Amma rivayətlərdə buyurublar ki, fi şədaidilə əhval. İşlər qatma-qatışıq olanda, şiddət tapanda, yu'raf qəvaimur rical. Kişilərin o içində olan o zaman çıxar eşiyə. Yəni çətinliklərə düşəndə, fitnə zamanlarında, o zaman ki düşmən bombardıman eləyir, düşmən şəhadəti yetirir, rəhbəri hamını istir, hamının kökün qazsın, o şiddətli zamanda əsl o əhl-i beyt istəyənlər. İmam Hüseynin yolunu davam edənlər bunlardır da. İmam Hüseyin Məkkədən xaric olanda, neçə ay Məkkədə oldu. Məkkədən xaric olanda ki da o tərviyə günü, Zilhəccənin 8-i hacılar hamısı hazırlaşırlar, getsinlər Minaya, getsinlər Ərəfata, Həccə əməl yerinə getsinlər. Bir onda gördülər ki, İmam Hüseyin sallallahu aleyh ehramını da bağlamışdı. İnşallah müşərrəf olası, hacı ehram bağlar. Paltarlarını dəyişər, hövlə, parça salar çiyninə, belinə parça bağlar, elə möhrim oldu, ehram bağladı. 24 dənə şey ona haram olar. Gərək gedə əməlləri, həccin əməlləri yerinə gətirər, ondan sonra ehramdan çıxar. İmam Hüseyin sallallahu aleyh ehramını da bağlamışdı. Bir onda gördülər ki, İmam Hüseyin sallallahu aleyh həcc niyyətini çevirdi ömrüyə, bu da fiqhi məsələdir də elə. Həcc niyyətini çevirdi ömrüyə, beytə tavaf elədi, Səfa Mərvə elədi, təqsir elədi. Ehramından çıxdı, çöndü Kərbəlaya tərəf. Özü də o zaman ki, Məkkədən istədi xaric olsun, insanlar olar ki, hamı hacılardırlar da, gedirlər Minaya, İmam Hüseyin əksinə tərəf hərəkət edir. Gedə-gedə sözün başladı buyurdu. İmam Hüseyin buyurdu ki, mən kana minkum, hər kəs sizdən baz elən fina muhcətəhu. Boğazının, damarının, qanın hazırlayıb bizim yolumuzda fəda eləsin. Muvattənən əla liqa illah, əla liqa illah nəfsəhu.
nəfsin hazırlayıb Allahla görüşməyə. Hər kəs belə olsa, canın hazırlayıb fəda eləsin, boğazının qanın versin. Baz elən fina muhcətəhu, muvattinən ilalı qallah nəfsə, fəliyərhəl məna. Hər kəs məndən gələcək, bu şərtləri qəbul eləsin, gəlsin. Yəni o ki, doğrudan kişidir, dayanacaq sözün əsasında gəlsin. Bizim də yolumuz o yoldur, əziz qardaşlar, əziz bacılar. Yəni əgər bu olsa, o əvvəl ərzimi ki başlayanda dedim, Allah bizi bəndəlikdən ötür yaraldı. Buyurur, ma xələqtul cənnə vəl insə illə liyəbudun. Əgər bu olsa, Allah yanında məntiqimiz var, sözümüz var. Deyərik, ilahi, Quranda belə buyurmuşdun. Buyurmuşdun, ətiyullah və ətiyur rəsul və ulul əmri minkum. Peyğəmbərin ölül əmri bizi mərrif eləmişdi. Ayə buyurmuşdu, onlar paşdılar. 40 gün sübh gedirdi, Zəhra qapısında dayanırdı, bu ayəni oxurdu. Ondan sonra İmam Məsum imamlar buyurublar, qeybət aləmində gedin fuqahanın qapısına. Höccətimiz var, deyərik, ilahi, biz bilduğumuz buyudu. Dinindən, Quranından, hədisdən düşündüyümüz buyudu. Bu vilayətin arxasından getmiş o. Allah da la yükellifullah nəfsən illa vus'aha. Höccətimiz var. Allah yanında höccətimiz var. Odur ki, biz əzizlərim, gərək bu yolu ki tutmuşuq, bunu güclü yapışaq. Əldən verməyək. Şeytan, fitnələr, o qədər fitnələr çıxadarlar. O qədər çalışarlar ki, ta bu haqq yolundan bizləri çıxarsınlar. Müxtəlif işlərlə, müxtəlif hilələrlə, müxtəlif əzablarla, çətinliklə ibtilaya çəkərlər. Mal ibtidasına, dünya malı, çətinliklərə salarlar, hesara salarlar, ekonomi müşküllər nə qədər yaraldarlar, necə ki, bütün tarix boyu yaraldıblar haqq tələblərə. Amma burada cəhət dayanaq. Bunun əsasında məntiqimiz də budur ki, biz Quran əsasında yolumuzu tapmışıq. Əgər şübhə var, adam gəlsin şübhəsini həll eləsin. Olmasa gərək yolumuzda inşallah davam verək. Bu yolunda sonu inşallah Allah bilir nə zamandır. İnşallah İmam Zaman salamullahi aleyhin fərəci ilə, ağanın inşallah zuhuru ilə o zahir olacaq. Mufazzəl ibn Əmr İmam Sadiqdən rivayət edir. İmam Sadiq ilə İmam Zamanın nədə arası var? Zamanla baxışından 100 ildən çox arası var. İmamlar baxışından hələ İmam Sadiq 6-cı imamdır. 7-sə 13-cü imamazan imam gələcək. Bəli, İmam Mufazzəl ibn Əmr İmam Sadiqdən nəql edir ki, bir cümə gecəsi, sübh vaxtı, ağa İmam Zaman gələr dayanar Kəbəyə. Kəbədən öz yardımçıların səslər. Sübh açılan zaman səslər. Eynə nuqəbai. Mənim nuqəbam, yardımçılarım harda? Və mən zəxərəhumullah linusrəti. Onlar ki, Allah onları saxlayıb mənə yardım eləsin. Bu qafilənin sonu inşallah odur. Biz dərk eləyək, eləməyək. Lazımdır vəzifəmizə əməl eləyək. İnşallah Allah Teala bizi Peyğəmbər yanında, Əhl-i Beyt yanında və onların hamısının indi olan xəlifəsi İmam Zaman, xələf-i salih Peyğəmbərin yanında inşallah başımızı uca eləsin. Neçə kəlmədə ərzi müsibət eləyim. Ərbəyin axşamıdır. Zairlər, əzizlər, İmam Hüseynin aşiqləri indi yürüyə-yürüyə, yeriyə-yeriyə, o isti çöllərdə, 50 qradus istidə, Nəcəflə, Kərbəla yolunda, özlərin sürürlə geçsinlər, yetişsinlər, Ağa Əbu Abdullahın məhzərinə çatsın. İmam Hüseynin o zamanın yad eləyək. İmam Hüseynin bir dənə ən çətin zamanlarından, onlar ki, əhli rozədirlər, əhli təvəssüldürlər. İmam Zamanın ən çətin zaman, İmam Hüseynin ən çətin zamanlarından o zamandır ki, İmam Hüseyn gəldi qafiləsindən, karvanından, Əhl-i Beytindən ayrılsın. Yəni bir zaman ki da heç kəs qalmayıb, əshab gediblər. O qədər can ki, əshabdan biri var idi. Qoymurdular Əhl-i Beytin bir geçsin meydana. Əshab hamısı qutuldular. Ondan sonra İmam Hüseyin öz balasını yolladı, Əli Əkbəri yolladı. O Əli Əkbəri ki, İmam Hüseyin buyurardı ki, əgər Peyğəmbərə ürəyimiz darıxsaydı, baxardıq Əli Əkbəri. Onu da yolladı, birinci onu yolladı. Dua elədi, İlahi Allahum məşhəd,
قد برز الیهم غلام اشبه الناس برسولک. الهی bir balanı yolluram meydana ki, hamıdan peyğəmbərə çox oxşayışı var. Getdilər, bunlar getdilər. Qasım getdi, Əbülfəz, hamı soğuşdu. İmam Hüseyin tək qaldı. Bəzi nəqllərdə var, nəzərə ilə yəmini, ilə sağa baxdı, heç kəs yoxdur. Sola baxdı, heç kəs yoxdur. Bir tərəfdə xeymələr düşmən müqabilində. Bir baxdı o yerə yıxılan şəhədaya. Onlara bir xitab elədi. Qumu ən-nəvmət. Ey pak insanlar ki bu Kərbəla toprağında tökülmüsünüz. Durun, nüsrət eləyin, yardım eləyin Peyğəmbərin balalarına. Hey İmam Hüseyin gedirdi salamullah aleyh. Meydana qeydirdi. Bir dih yer var idi. Ora deyərlər Təll Zeynəbiyyə. Bir dih yer var idi. Yaxınlıqda gəlirdi İmam Hüseyin orada dayanırdı. O dih yerdən səslirdi. Bir səslirdi. Onlar da İmam Hüseynin səsini eşidirdilər. Xeymələrdə balalar, uşaqlar İmam Hüseynin səsini eşidirdi. Amma bir zamanda gəldi ayrılmaq vedasını. Ayrılsın İmam Hüseyin. Geçsin xeymiyə də axır ayın ayrılmaq idi. Xeymələrdə eşitdilər ki, Ağa Əbu Abdullahın səsi gəlir. Ya Zeynəb, ya Ümmə Kulsum, ya Sökeynə. Aleykunne minnisselam. Ey bacılarım, ey balalarım. Ey Zeynep, ey Ümmü Kulsum. Ey Fatıma, ey Sükeyne, size menden selam olsun. Bu ayrılık vaktidir. Yazıbla bu ses ki yetişti xeymelere, xeymelerden çıktılar eşiğe. Geldiler Ağa Əbu Abdullah'ın məhzərinə, hərə bir istəyi var Ağa Əbu Abdullah'dan. Amma Hüseynin o balaca balası, gəldi İmam Hüseynin ətəyindən yapışdı. Atacan, indi ki gedisən ruddana, elə hərəm-i cəddina. Bəlkə eləyə bilsən bizi qeytər Mədinəmizə, cəddimizin hərəminə. Ağa buyurdu heyhat, lav turkel qata lenam. Əgər qata quşun buraxsaydılar, öz evindən eşiyə çıxmazdı. Və la havlə və la quvvətə illa billahil aliyyil azim. وسيعلم الذين ظلموا أي منقلب ينقلبون